azadlığı daha büyük bir təşnə ilə arzuladı. Azadlığı istəmirəm zərrə zərrə, qram qram, onundakı zəncirləri qram gərək, qram qram. Azadlığı istəmirəm bir hədq kimi, dərman kimi, istəyirəm səma kimi, günəş kimi, cahan kimi. Şəkil, şəkil ey qəsdikar, mən bu ətrin haq səfiyəm, gərək deyil sıskablar, mən ummanlar təcrübəyəm. Xəlil mənim tələbəm oldu. Ali məktəbdə, universitetdə. Ondan 1-2-3 ildən sonra onun ilk şeirlərini mən oxuyub sormuşam. Amma 3-4 ildən sonra bizim o münasibatımız, müəllim tələbə münasibatı, dostluq münasibatına, əqidə qardaşlığı münasibatına keçdi. Çox Xəlil həssas adam. Yəni onun həssaslığı da onun hər şeyi vətəndaşlığından, vətənpərvərliyindən gəlir. Yəni Xəlil özünün vətənə olan borcunu böyük bir məmnuniyyətlə və heç kəsdən bir təmənna gözləmədən yerinə yetirir. Şairliyinə gəlince, mən həmişə onun haqqında deyirdim ki, Xəlil, sənin şeirlərin elədir ki, onun üstünə barmağımı qoysam, misrarını bitirəm, mənim barmağım yanar. Çünki hərarətli də odur.